TikTokda özünü şair kimi təqdim edən narkotik ittihamı ilə həbs edilən İlhami Elşad qızı barəsində olan həbs qəti imkan tədbirinin müddəti uzadılıb. Bununla bağlı təqdimata Yasama rayon məhkəməsində baxılıb. Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb. Xatırladaq ki, İlhami Elşad qızına Cinayət Məcəlləsinin 234.1-1 satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, TikTok əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb. İlhamə Elşad qızı aparıcı Azər Zahid tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.